Ermənistan deyir ki, Azərbaycan onu Türkiyə ilə əlaqə qurmasına mane olur. Azərbaycan həm bizimlə danışıqlar aparır, həm də Türkiyənin bizimlə danışıqlar aparmasına imkan vermir. Bu qəribə vəziyyətdir. Türkiyə sanki bu münasibətlərin girovuna çevrilib. Əvvəlcə deyilirdi ki, Ermənistan və Türkiyə arasında sərhəd Qarabağ məsələsi həll olunana qədər açılmayacaq. Sonra bəyan etdilər ki, Qarabağ məsələsi həll olunub, əvəzində Ermənistan-Azərbaycan sülh sazişi məsələsini gündəmə gətirdilər. Bu saziş üzrə danışıqlar apardıq. 17 maddə üzrə razılığa gəldik. Paraflamaq üçün görüşdük, əl sıxdıq, amma yenə də nəticə vermədi. Rəsmi Bakı hələlik bu çıxışa reaksiya verməyib. Hakimiyyətgönüllü deputat Aydın Mirzəzadə yerli mediaya bildirib ki, erməni siyasətçilərin öz uğursuzluqlarında digərlərini günahlandırmaları ilk dəfə deyil. Türkiyə ilə münasibətlər istəyirlərsə, Azərbaycanla münasibətləri beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə və suverenliyə hörmət prinsipi ilə addım-addım yaxşılaşdırsınlar. Türkiyədən şərhçi Turqut Kərəm Tuncel xatırladır ki, 2009-cu ildə Türkiyə və Ermənistan arasında yaxınlaşma Ankaranın Bakı ilə münasibətlərinin gərginləşməsinə səbəb olmuşdu. Bu rəsmi Ankara üçün dərs olmuşdu ki, növbəti illərdə Yerevanla əlaqələrini Bakı ilə koordinasiya eləsin. Türkiye ve Ermenistan ilişkileri ve bu çerçevede iki ülke arasındaki kara sınırının açılması ile ilgili olarak Ankara için Azerbaycan önemli bir faktördür. Türkiye, Ermenistan ile yürüttüğü ilişkileri Azerbaycan'ın Ermenistan ile olan ilişkileri ile eşgüdümlü bir şekilde yürütmek yönünde bir tavra sahiptir. Bu konuyla ilgili olarak bazı noktanın altının çizilmesinde fayda olabilecektir. Bunlardan bir tanesi şudur ki, Ermenistan tek başına Türkiye için ne ekonomik ne stratejik olarak çok önemli bir ülkedir. Türkiye için Ermenistan'ın önemi bölgedeki konumundan kaynaklanmaktadır. İlişkilerini esas belirleyen şey Türkiye'nin bölgesel siyaseti, bölgesel stratejisi olacaktır. Ermənistan və Türkiyənin münasibətləri 1915-ci il hadisələri Qarabağ münaqişəsi ilə bağlı gərgin olub. 2022-ci ildən əlaqələrin normallaşması prosesinə başlanıb. 2025-ci ildə tərəflər diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarını sadələşdirmə haqqında razılığa gəliblər. Türkiyə Ermənistanla sərhədi 1993-cü ildə 1-ci Qarabağ müharibəsi zamanı bağlayıb.